Cəmaatın haqqını yeyə yaşayırsınız, onda siz. Tək kimsə baxsın. Özünsə. Məni axşam yığdı ki, mənim həyətimdə iş var, işləyə bilərsiniz. Dedim, hə, işləyərəm. Dedi, gəlin baxın, yerində razılaşaq, qiymətli razılaşaq, işləyin. Dedim, yaxşı. Birinci 150 manat vermişdi, sonra da polislər gəldi bura. Polislər gələndən sonra çıxartdı, 100 manat verdi. 100 manat da mən verildi, də haram xoşun olsun. Aranızda müqavilə bağlanmışdı bəs? Xeyr, bu bir həftəlik işdən ötürü müqavilə, yəni o nəyə lazımdır bir həftəlik? Mən bir soruş görən ondan gör. Onun vapşi, haradasa bir qeydiyyatı var onun. O vergi verir vapşi. Cəmaatın haqqını yeyə yaşayırsınız, onda siz. Tək kimsə baxsın. Özünsə. Müqavilə bağlamadan öz aralarında razılaşdılar. Gördüyü işin qarşılığında ona vəd edilən məbləğ ödənilmədi. Nə iş sahibi şikayətçini dinlədi, nə də işçi əməyinin qarşılığını aldı. Qaynar xəttimizə daxil olan bu şikayətdən yola çıxaraq, belə hallarla qarşılaşmamaq üçün nə etmək lazımdır sualını aydınlaşdırmağa çalışacağıq. Mütəxəssislər əmək münasibətlərinin rəsmiləşdirilmədiyi danışıqlardan uzaq durmağı məsləhət görürlər. Qanun bunu tənzimləyir ki, bu cür gəlir müqavilələr rəsmiləşdirilməlidir. Yəni bir mənalı olaraq bu belə xidmət müqaviləsidir də. Xidmət müqaviləsi kimi rəsmiləşdirməlidir. Xidmət müqaviləsi bağlanmalıdır. Bu xidməti göstərən şəxslərdə, fəhlələrdə qrup şəklində gəlib təmir xidməti, tikinti xidməti göstərirlər də. Vöhün almalıdırlar və ödənişlər də müqavilə əsasında işlərin qurmalıdırlar və ödənişlər də bu vöhün əsasında bunların bank hesablarına ödənməlidir. Onlar da öz fəaliyyətindən vergi verməlidirlər, qeydiyyata durmalıdırlar. Yəni bu adamlar vergidən yayınmaq üçün gedirlər bu formada əməkdaşlıq edirlər. Sabah da müqavilə bağlamadıqlarına görə, münasibətlərini rəsmiləşdirmədiklərinə görə bu cür narazılıq problem yaranır. Podrat, tapşırıq və başqa mülki hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə əmək qanunvericiliyinin tələbləri şamil oluna bilməz. Bu kimi xidmətləri göstərən şəxslər həm yazılı və şifahi müqavilə əsasında göstərilən xidmətin dəyərini qarşı tərəfdən tələb edə bilərlər. Lakin göstərilən xidmətin işin xarakteri və onun davamlılığı tərəflər arasında əmək münasibətlərinin yaranmasına deməyə imkan verirsə, bu zaman tərəflər arasında əmək müqaviləsi bağlanmalıdır və əmək müqaviləsinin bağlanmadan işçilərin işlədilməsinə görə həm İnzibati Xətalar qanunvericiliyində, həm də Cinayət Məcəlləsində müvafiq maddələri ilə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, müqaviləsiz əmək münasibətləri sonradan hüquqi mübahisələrə səbəb ola, haqqını tələb edən vətəndaşın isə hüquqlarını sübut etməsini çətinləşdirə bilər.